Salam qızlar, necəsiz? Yeni bir vlogumdan hər kəsi salamlayıram. Bu mənim ilk vlogum olacaq YouTube-da. Daha əvvəl short kimi videolar paylaşmışdım, amma belə uzun vlog birinci dəfədir ki, ona görə biraz həyecanlıyam. İnşallah ki, yaxşı olar, ardı gələr. Ona görə kanalıma abunə olun ki, hər şeydən məlumatınız olsun. Özüm haqqında məlumat verim. Adım Gülbənizdir. 4 ildə ailəliyəm və 3 yaşında bir oğlum var. Allah bütün balaları qorusun. İnşallah ki, yaxşı olar. Bu vlog mənə düşərli olar. Kızlar gezeyim. Kalor yanısın var. Yarın da sıkayım. Nasıl kalır ya? Bir şey var mı biz? Bindirir daha yani. Çok uzak bir yanımda. Diyorsan ki böyle çok basit. Ama her yerimizde de kadınlar konuşmaya kalmaya gerekiyor. Yoksa yemek dolabı var. Ben de yemeği birinci tavsiye ederim, sonra yemeği görmüştüm. Kızlar, indi isə gəldim yataq otağına. Yataq otağımı təmizləyim. Görürsünüz, hər yer hər yerdədir. Bayaqdan qablarımı yudum. Qazımı falan sildim, amma başqa işlərim qalıb. Görürsünüz, hər yerim köçür. İndi yavaş-yavaş onları təmizləyim. Gülvari biraz sevgiye saldım. Niye göre? Çünkü ne bileyim 3-4 güne falan patalarımı yığacağım. Ondan bunları yeni götüreceğim, yığacağım diye. Ona göre elə belə tam elə üstündən elə belə əl gəzdirimdə demək olar. Çünkü yay patalarımı hələ çıxarmamışam. Ona göre yay patalarımı çıxarandan sonra onları belə sevgiyle rahat koyacağım ki, bilim ki hansı hardadır ne var. Kızlar, yeni kısa bir vlog çektim. Çünkü uzatmak istemedim ki bu benim yeni vlogumdu. Sizi de çok yormuyorum. Ona göre eğer vlog beğendinizse abone olun ki böyle vloglar karşınıza çıxsın və mən də həvəsləndim ki sizin üçün yeni bir vloglar çəkeyim. Eğer mənim gündəlik həyatımı maraqlamaq istəyirsinizsə, gündəlik nələr edirəm, nə işlər görürəm, nə edirəm, maraqlı gəlirsə məni Instagramda da takip edin. Linkini qoyacağım. Oradan Instagramdan keçid edib məni takip edə bilərsiniz. Sağ olun kızlar. İnşallah ki hər şey ürəyinizdə olsun. Öptüm sizi.